Hər vaxtınız xeyir əziz xanımlar. Yağışlı yaz günlərinin birindən hər kəsi salamlayıram. Kanalıma, evimə və yeni bir vloquma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun, şükürlər olsun. Biz də yaxşıyıq. Həmişə olduğu kimi yenə gecikmiş bir vloq ilə gəlmişəm. Qızlar, bu vloq çəkilib ayın, mart ayının 26-sı. Qardaşım qızının ad günü idi. Ora hazırlaşırdım getməyə və bir vlog başlatdım həmən gündən. Normalda gecikmiş vlogların tarixləri yadımda qalmır. Amma burada ad günə gedirdim deyə, qardaşım qızın ad günü, doğum tarixi yadımdadır deyə ona görə yadımda qalıb. Və burada da başlamışam hazırlaşmağa artıq. Saç, üz baxımı falan edəcəm. Ona görə nə lazımdır yığmışam əlimin altına. Öncə saçıma boyanı qoyub, daha sonra üzümə peeling edəcəm və daha sonra peelingdən sonra üzümə maska tətbiq edəcəm. Bu gil maskasıdır. Belə adına razılıq, yəni bir dəfə istifadə üçündür. Amma bunun biri 2 dəfəyə bəs edir. Ona görə də yarısını tətbiq edəcəm, yarısını da artıq bir neçəsini istifadə etmişəm. Əla da deməsəm, yəni pis də deyil. Əslində yəni Temu'dan almışdım bunu. Xoşuma gəldi. Yəni pis demək olmaz. Effektini az da olsa görürəm. Burada kodunu da qoyacağam ki, kimsə əgər sifariş etmək istəyərsə həmən kodla tapıb sifariş edə bilər. Və belə qızlar, öz baxıma öncə saç boyası ilə başladım. Öncə saç boyamı tətbiq elədim ki, boya tutuncaya qədər üzümə də, yəni üz baxımı da edim. Peelingi artıq etdim. İndi isə maskanı tətbiq edirəm ki, saç boyam tutuncaya qədər maska üzümdə biraz qalsın. Hər bir xanım kimi mən də tez-tez üz baxımı falan belə şeylər edirəm. Sadəcə çəkilişini etmirəm. Yəni hələ ki yaş ötdükcə bunları etmək mütləqdir, bilirsiniz. Yaşlılığa qarşı, qırışa qarşı, hər bir şey qarşısı önləmini almaq lazımdır. Mən də çalışdığım qədər indi düzdür, hərdən tənbəllik edirəm. Amma gec-gec də olsa bu prosedurların hər birini edirəm. Təbii ki. Əsas da harasa gedəndə edirəm bunları. Çünki həmən gün istəyirəm ki, üzüm daha təravətli görsənsin, canlı görsənsin. Həm də əsaslı bu peelingi həmən günü edirəm ki, makiyaj üzümə daha yaxşı otursun. Peeling də bilirsiniz də qızlar, üz dərisinin yenilənməsidir. Mən Faberlikdən işlədirəm peelingi. Tətbiq edirəm, haradasa bir 30 saniyə qədər üzümdə qalır, 1 dəqiqəyə qədər üzümdə qalır və daha sonra gördünüz, bayaq məndə aparat var, onunla təmizləyən bütün köhnə dəri üzümdən çıxır. Bu çox gözəl olur onda. Düzdür, bu peelingi tez-tez etmək məsləhət deyil. Ayda 2-3 dəfə, uzağı 4 dəfə, yəni həftədə bir dəfə etmək daha məsləhətlidir. O da baxır dəriyə. Əgər dəriniz çox qurudursa, heç tez-tez etmək məsləhət deyil. Məndə normal sayılır. Düzdür, quruya biraz yaxındır. Ona görə də 4 dəfə yox, ayda 2-3 dəfə edirəm peelingi. Yəni əgər peeling almağa, yəni vasitəsi almağa imkan yoxdursa da ev şəraitində də özünüz hazırlaya bilərsiniz. 1 çay qaşığı bal və 1 çay qaşığı şəkər tozunu belə qarışdırırsınız. Üzünüzə çəkirsiniz və dairəvi şəkildə belə masaj edərək ardasa 1-2 dəqiqə, belə çox da bərk etməyin də, dərini zədələməyin. 1-2 dəqiqə özünüzü masaj edin, onda da elə dəri təmizlənir. Və yaxud ki, 1 çay qaşığı kofe ilə, üdülmüş kofe ilə 1 çay qaşığı balı da qarışdırıb üzünüzə tətbiq edirsiniz. Bu da yəni eyni effekti göstərir, çox qəşəng təmizləyir üzü. Yəni bu prosedurlar dediyim kimi ayda ən azı 2-3 dəfə etsəniz yetərlidir. Elə qızlar, burada da qarqom gəlmişdi. Dedim nə qədər ki saç boyamdı, maskamdı, üzüm, yəni vaxtı çatınca qədər onu da göstərim sizə. ...2026-cı ildir. Olar ki, bax bunu yığışdıraq. Olar ki, bax bunu yığışdıraq. Prosta bu. Bax belə.
olar? Zəhmət olmasa. Neysə qızlar, bu qargo açılımı edəndə orada zarafatda mən də belə qutuya o işarədən etmişdim, əl işarəsi. Bilirsiniz, adətən mən elə işarələr, hərəkətlər eləmirəm qargo açılanda. Nəysə elə zarafata etmişdim və birdən o video yadıma düşdü. Elə onu da yerləşdirdim bura ki, siz də baxasınız. Əslində, yəni özüm etməsəm də pis də baxmırdım. Yəni xoşuma da gəlirdi baxanda elə videolara. Sadəcə olaraq həqiqətən də o qədər ki, hər kəs edir, yorucu gəlir adama. Demək olar ki, hər bu qargo açılımında hər kəs edir bu hərəkəti. Hətta bizdə Fuad o qədər elə videolar qarşısına çıxır ki, neysə alanda deyir, nənə bax. Neysə qızlar, keçək vloqumuza, mövzudan yayındım. Bu qargo nədir qızlar? Bu yoldaşımın oyunda qazandığı hədiyyələrdir. Gəlib çıxıb. Yəni bilirsiniz, mən də yoldaşım da hərdən oyun oynayırıq. Farmland oyunu. Və oradan tez-tez hədiyyələr qazanırıq və bu hədiyyələr də yoldaşımın qazandığı hədiyyələrdir. 2 hədiyyə qazanıb, ikisi də mənə aiddir. Mənim üçün seçib bu dəfə. Biri belə güzgüdür, sensorlu işıqla. 3-dən belə pozisiyası var. 3 rəngdə yanır. Xoşuma gəldi. Həm baterika ilə işləyir qızlar, həm də ki, yəni arxasında gördünüz də USB yeri var. Şarj edib belə də istifadə etmək olar. Bir də belə podstavkası da var. Xoşuma gəldi. Onsuz da almaq istəyirdim bunu. Sonra elə yoldaşım dedi ki, nə seçim? Gördüm ki, hədiyyələrin arasında bundan da var. Dedim, elə bunu seçkinə. Bundan almaq istəyirdim. Çox bəyəndim. Elə bugün məclisə gedərkən, ad gününə gedərkən bu güzgü ilə hazırlaşaram. İşığı olduğuna görə çox aydın şəkildə makyajımı edə biləcəm. Belə qızlar, ikinci hədiyyənin isə cüzdandır. Bunu da çox bəyəndim. Bunu heç seçdiyini bilmirdim. Orada başqa hədiyyə seçmişdi. Sona yaxın həmin hədiyyənin stoku bitmişdi deyə yeniləməli oldu. Yeniləyəndə də belə bir cüzdan sifariş edib. Yəni xəbərim yox idi da bunu seçdiyindən. Bunu da çox bəyəndim. Həqiqətən yəni bunu da çoxdan belə bir cüzdan almağı düşünürdüm. Mən də balaca cüzdanlardansı. Amma belə bir dənə belə bir böyüyün istəyirdim. Böyük deyəndə yəni sən gedəndə çanta falan istəmirsən götürməyə və belə bir cüzdan almaq niyyətində idim ki, orada telefon da yerləşir, kartlar da yerləşir, hətta ortada gördüyünüz zamoklu yer, xırda qəpik falan da yığmaq olar. Yenə də qabağından da açar falan hər şey istifadə etmək olar və belə bir ipi də var ki, yəni qola keçirtmək üçün əldə yorucu olmasın deyə qola da taxmaq olar. Sözlə çox bəyəndim. Həm özünü, həm də ki, rəngini, belə formasını, dizaynını falan çox bəyəndim. Sevərək istifadə edəcəm inşallah. Yoldaşıma da buradan təkrar çox sağ ol deyirəm. Payı çox olsun. Və burada da qızlar remenini, yəni ipini düz taxmamışammış. Mən götürüb zamok yeri var, yəni açılan hissə ora taxmışdım. Sən demə ora deyilmiş, buraymış, bu dəliymiş onun yeri. Təzədən oradan çıxardı, bu yerinə taxdım. Belə daha qəşəng oldu. Belə qızlar, kargomuz da bundan ibarət idi. Dediyim kimi yoldaşımın qazandığı hədiyyələr idi. Ona görə belə az, yəni 2 dənə udduğu hədiyyədir gələn. Dedim elə bu boşluqdan istifadə edib onu da göstərim sizə. Bu arada qızlar, oyuna necə daxil olmaq lazımdır onu deyim. Burada kod qoyuram sizə. Bu kodla Temu'da axtarış yerinə yazaraq daxil ola bilərsiniz ki, oynayıb siz də qazana bilərsiniz. Və belə qızlar, artıq 10-15 dəqiqə keçib üzümə tətbiq etdiyim maskanı üzümdən yumaq istəyirəm. Və üzümü belə bir üzümə geli ilə və bu aldığım sponjla yuyacağım. Sponj deyəndə üz yuma, nə deyirlər ona? Süngəridir də, hə. Süngəridir. Bu qızlar onun matçalı süngər deyilir. Bu da çox xeyirlidir.
Onu da Temu'dan almışdım. Ve üzümə gelini onun üstüne əlavə edib üzümü yuyuram. Daha sonra yuduqdan sonra orada SPF kremi də üzümə tətbiq edirəm nəmləndirmək üçün. Bu mütləqdir. Yəni peeling etdiniz, maska etdiniz fərqi yoxdur. Üzünüzə nəmləndirici mütləq tətbiq etmək lazımdır. Və göstərdiyim arxada sarı göy olan SPF kremidir. Qabaqda göstərdiyim isə o da Fabric'in Expert seriyasından olan nə deyirlər ona? Step B-də, yəni skrab kimi bir şeydir o da. Əgər məsələn peeling etmirəmsə o skrabla da yuyuram. O da bir növ, yəni peeling effekti verir. Belə qızlar, orada telefonum elə söndü, yəni zaryadkam bitdi. Qoydum zaryadka yığsın, davamını yəni çəkiş etmədən hazırlaşdım, çıxdım. Burada artıq çıxmışam. Gedirəm, yol gedirəm. Burada da belə dırnaqlarımı göstərirəm. Hətta dırnaqlarımı falan da düzəltdim, bax tağıb. Və geyim olaraq nə geyinmişəm onu da göstərə bilmədim sizə. Burada belə şəkil qoyacağım sizə. Daha öncədən çəkilən bir şəkildir. Baldızımın oğlunun xınasına gedərkən çəkmişdim bu şəkili. Yəni bugünkü geyimim budur da. Yəni belə geyinmişdim, sadə, pencək, şalvar. Saçımı da sadə etmişdim. Makyajım da demək olar ki, sadə idi. Yəni bunu qoyuram ki, burada biləsiniz ki, indi hal-hazırda nə geyindiyimi, necə göründüyümü görə biləsiniz. Və belə qızlar, gəlib çatmışam artıq restorana. Yəni yoldaşım gətirmədi. Sağ olsun yola saldı taksi ilə, özüm gəldim. Və əslində yəni bacımla gəlməli idim. Sadəcə olaraq fikirləşdik ki, mən ora gedim ya o bizə gəlsin, uzun dərə bir şey olacaq. Ona görə hər kəs öz evindən taksi ilə getsin və mən gəlmişəm artıq. Bacım da artıq çatmaq üzrədir. Və qonaqlardan bəziləri gəlmişdi artıq, amma yəni ad günyəsi, yəni qardaşımın qızıdır, qardaşımın yoldaşıdır. Hələ gəlib çıxmamışlar. Hazırlaşmaqla məşğul idilər. Ona görə biraz gecikiblər. Amma burada belə gəlinimizin ailəsindən gələnlər var. Bu gəlinimizin bacısıdır, anası falan gəlmişdi. Və oturduq, onları da gözlədik. Onlar da biraz sonra gəldilər və məclisimiz başladı. Belə qızlar, məclisdəki Gürcü restoranın birində keçirildi. Çox gözəl bir yerdir, təzə açılıb bura. Adını unutmuşam, amma yadına düşsə qeyd edəcəm bura. Çox gözəl bir yerdir. Həm interyerini çox bəyəndim, həm də belə çox əyləncəli keçir burada məclislər. Əsasda burada ancaq belə ad günləri falan olanlar gəlib qeyd edirlər. Məsələn, biz getdiyimiz gün, yəni masa uzun adam sayına görə masalar hazırlayırlar və ad günü olanlar ayrı-ayrı hamısı belə gəlib burada ad gününü qeyd edir. Yəni həmən günü biz olan günü bütün masalar hamısı ad günü olanların masası idi. Bir sözlə çox maraqlı keçdi. Burada qızlar videonun əvvəlində demişdim, amma yenə də deyim, ad günü olan kimdir? Qardaşımın qızının ad günüdür. 21 yaşı tamam olurdu. Fürsətdən istifadə edib buradan təkrar təbrik etmək istəyirəm. Allah uzun ömür, can sağlığı versin. Allah bərəkətli, bəxtəvər, gözəl bir ömür bəxş eləsin inşallah ona. Və belə qızlar, çox danışdım. İstəyirəm videonun buradan davamını şərhsiz izləyəsiniz. Yenə də sona doğru qayıdacağım inşallah. Daha da güzelleşsen Azer, zengin bulanlar.
soruşma. Onsuzsa söylesem artık hiç bunların manası yok. Gel bunları bir sorudan son taraf odur ki senden soruşma. Gel bunları bir sorudan. İdisiz okuyun sizler. Senden soruşma. Onsuzsa söylesem artık hiç bunların manası yok. İstersen ben şimdi sana dünyalarım, İstersen benden vurduğum varlığımı daha güçlü yeter ki alem bir görsen, geri görürsün ötüp geçen kuş günleri yanılmışsın. Önüne bakıp yelkenleri tez olup sana yürüyor. Yeter ki o kendi gözler yere gülsün, atıp geçen hoş günler yanılmışsın. Önüne bakıp kendini her gün sana Size yürüyorum. Ne kadar saçma olur. Aklını bir gör.
Kaşı gözü gülüyorsun. Yıllarım gitti. Geçeyim gitmezse bu güzel çok kendimi sevdim o yanayım. Seven olsun kimin öldürür sen öldürürsün seven olsun kaşı gözü gülüyorsun. Yıllarım gitti. Məndə nə idi? Ağ maşını idi dedi. Bilmem. Hə, ağ 275 bıyıdı. Bende de 276. Bende de bu yedi. Və belə qızlar, gəlib çatdıq günün sonuna. Eləcə də videonun sonuna yaxın, vlogun sonuna yaxınlaşırıq. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır. Ümid edirəm bu vlogumu da çox sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə əgər videonu bəyənməyi də, like etməyi də unutmayın. Xahiş edirəm və video ilə bağlı fikirləriniz də çox maraqlıdır. Fikirlərinizi də yazmağı unutmayın və abunə deyilsinizsə, abunə olun ki, hər paylaşımlardan xəbərdar olasınız. Və inşallah ki, növbəti vlogda görüşmək ümidi ilə bu günlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.